Salam değerli dostlar, burası Fizika Vadisi, mən Sadiq Şamilov, yeni lövhə önündəyik. Değerli dostlar, gördüğünüz kimi sonsuz uzun düz xətli bir naqil veribdir, ondan bir cəryan axır və yanındakı mənfi yüklü zərrəciyə təsir göstərən Lorentz qüvvəsini soruşur bizdən. Değerli dostlar, Lorentz qüvvəsi nə cür tapılırdı? Sol əl qaydası ilə 4 barmağımız V-ni göstərirdi. Maqnit induksiya vektorları, yəni B daxil olmalıydı sol əlimizin ovuzuna. Ancaq baxdığımız kimi burada maqnit induksiya vektorları B-ləri verməyib. O zaman nə etməliyik? Cərəyanlı naqilə sağ əl tətbiq edirik. Sağ əl qədəsi xatırlayaq. Baş barmağımız i-ni göstərir, bükülən 4 barmaq induksiya vektorunu göstərir. Gəlin tətbiq edirik. Baş barmağımız i-ni göstərirmi? Diqqət edin. Baş 4 barmağı bükülən. Görürsünüz, yuxarı nə oldu? Tak-taklar, yəni bizdən gedir. Onda bizdən gedirsə, yuxarı nəymiş? X-iymiş. 4 barmaq bükülür, aşağıdan gəlir. Deməli, aşağı nə olubmuş? Nöqtə olubmuş, dəyərli dostlar. Aha, maqnit induksiya vektorlarının yönünü tapdıq. İndi baxın suala. Mənfi yüklü zərrəciyin V-si yuxarı, induksiya vektorları X-dir. İndi sola tətbiq edirik. 4 barmağımız V-ni göstərir. X də bizdən gedir. Yəni şəkil bizdən şəkil müstəvisə doğrudur, perpendikulyar. Onda ovuzumuz bizə baxır. Daxil oldu mu? 4 barmağımız V-ni göstərdi mi? X ovuzumuz bizə baxırmı? Onda baş barmağımız hara yönəldi? Sol tərəfə doğru. Deməli, Lorentz sol tərəfədir. Ancaq diqqət edin, mənfi yüklü zərrəcikdir, tapdığımız istiqamətin əksi olacaqdır. Yəni, Lorentz qüvvəsi sağ tərəfə doğru yönəlmiş olur. Fikir verin, mənfidir deyə tapdığımızın əksini götürdük. Müsbət olsaydı, elə sola götürəcəkdik. Çox maraqlı bir sualdır, hamınıza minnətdaram. Qısa izahda fizika suallarının ardı daimi gələcəkdir. Sağ olun.